soyuması həm də xəngəl mövsümünün başlaması deməkdir. Xəngəl Azərbaycanın ən qədim xəmir yeməklərindən biridir. Ümumiyyətlə, soyuq havalarda xəmir xörəklərinə daha çox üstünlük verilir. Ərişdə düşbərə, xəngəl, gürzə və gürcü xəngəli ən çox sevilən və yeyilən xəmir yeməklərindəndir. Xəngəl sevirsiniz? Bəli. Hansı mövsümdə daha çox yeməyi sevirsiniz? Payız mövsüm. Xəngəl sevir ya. Mövsümdən mövsümə yeyirik də. Aha. Evdə yeyirsiniz yoxsa restoranda daha çox? Yox, daha çox restoranda, evdə yemirik. Bu günləri mən düşbərə eləmişəm, xəmir xörəkləri sevirəm. Düşbərə eləyib gəlmişəm. Xəngəl də kəsmişəm, düzdür. Mən ev xəngəllərini daha çox sevirəm. Bəli, əgər keçmişdə analarımız, nənələrimiz xəngəli min bir zəhmətlə xəmir yoğurub evdə hazırlayırdılarsa, bugün istənilən restoranda xəngəli asanlıqla tapmaq olar. Çəkiliş apardığımız restoranlardan birində xəngəlin necə hazırlandığının yaxından şahid olduq. Sevindirici haldır ki, xəngəl dondurulmuş halda deyil, elə gözümüzün qabağında xəmiri açılaraq hazırlanıb, daha sonra suya atıldı. Qiymətlərə gəlincə isə Gürcü xəngəli 1.20-dir. Sadəsi qızarma 1 manat 50 qəpik. Yarpaq xəngəlləri də 8 manatdan başlayır. Yəni fərqli növləri fərqlidir, qiymət də növlərinə görə dəyişir. Sezon olaraq başlamışıq, amma hava tam xəngəl havası olmadığı üçün hələ belə deyək, açılışı tam yaxşı eləməmişik. Ətli xəngəl, qiyməli xəngəl, qabaq xəngəli, süzmə xəngəli, çolpalı xəngəl kimi bir neçə növü də var. Bu çeşidlər regionlara görə dəyişir. Restoranlarda isə ən çox sifariş olunan yarpaq və gürcü xəngəlidir. Bugünkü günü bizdə gürcü xəngəli və yarpaq xəngəlidir. Hər ikisinə də demək olar ki, eyni bir qaydada tələbat var. Hazırlanması bizdə hər bir şey əllə hazırlanır, sveji olaraq, yəni aparatlardan keçirilir, gündəlik xəmiridir, ətidir, soğanıdır, hər bir şeyi yəni gündəlik hazırlanır. Çünki müştərimiz o qədər boldur ki, biz heç nəyimiz qalmır. Xəngəl süfrəyə zövqə görə əridilmiş yağ, ədviyyatlı sos, sarımsaqlı qatıq, sirkə, sarımsaq, acika, hətta nar şirəsi ilə birlikdə təqdim olunur. Mütəxəssislər xəngəli əsasən səhər-səhər yeməyi tövsiyə edirlər. Elə mən də günə gümrah başlamaq üçün milli mətbəximizdən yarpaq xəngəlinin dadına baxacağam. Bəzi şəxslərə isə xəmir xörəklərini yemək tövsiyə olunmur. Xəmir xörəyi həm təzyiqi olan insanlar üçün çox zərərlidir, həmçinin şəkərli diabetlər üçün çox zərərlidir, çünki karbohidratla zəngindir. Günün birinci yarısında yemək olar. Çünki kimlər ki bunu sevir, yəni onlara aid olan bir sualdır. Kimlər ki sevir, belə günün birinci yarısında istifadə edə bilərlər. Yenə də porsiyona diqqət etmək lazımdır. Aşırı dərəcədə ikinci və ya üçüncü porsiyonu istəməmək şərti ilə sözsüz ki. Çalışın ki, yağdan da biraz uzaq olun. Tarixçilərin fikrincə xəngəl Orta Asiya və Qafqaz regionlarında formalaşıb. Xüsusən Azərbaycan mətbəxində özünə məxsus yer tutaraq xalqın gündəlik həyatında geniş yayılıb. Qış fəslində doyurucu, bədənə qüvvət verən yemək kimi süfrələrin bəzəyinə çevrilib. Bu yemək Moğol imperiyası dövründə Orta Asiyadan Qafqaza, oradan da Anadoluya yayılıb. Hər bölgədə fərqli adlarla tanınıb və zənginləşib. Məsələn, Gürcüstanda xinkali, Türkiyədə hingel kimi tanınır ki, bu da xəngəlin nə qədər qədim və regional rəngarəngliyə malik olduğunu göstərir. Gülnar Elqar qızı, Əli Abbasov, Telesəhər.